Hər vaxtınız xeyir olsun. Banu efirdədir. Biz yenə Beyləqandayıq. Amma bu dəfə Kəbirli kəndində şəhid ailəsində xeyir işləyik. Şəhidimiz Rzayev qəhrəmanın oğlu Rzayev Rinatın xeyir işidir. Allah xoşbəxt eləsin deyirəm. O gün olsun, böyük toyunu görmək nəsib olsun. Biz yavaş-yavaş içəri daxil olaq. Bugün bu evdə ciyər axşamıdır. Toyumuz isə sağlıq olsun, sabahdır. Qonaqlarımız gəlib və gəlməyə də davam eləyir. Bugün biz şəhid ailəsində xeyir işləyik deyən şəhid ailələri gələcək, şəhid valideynləri də olacaq burada. Qonaqlarımız çoxdur. Hələ də gəlməyə davam edir. Gəlin içəri daxil olaq. Təbii ki, toya gələndə məni birinci kimlər qarşılayır? Balacalar qarşılayır. Onlar üçün daha çox maraqlıdır. Bəyimiz buradaydı axı. Ay Renat! Renat nətər qaçdı. Uşaqlar gəlin görün bura. Gəlin. Mənim balacalarım, mənim dostlarım. Gəlin bura uşaqlar. Gəlin. Birinci sizdən başlayım da. Bizim gələcəyimiz. Gəl görüm. Canım mənim. Balaca Renatımız şəhid oğludur, şəhid övladıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Anasını dəvət eləmək istəyirəm. Şəhidimizin yoldaşı. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Allah razı olsun. Can, Allah balanı xoşbəxt eləsin. İnşallah böyük toyunda da sağlıq olsun. Allah hər birimizə ömür versin. Gəlib sevə-sevə də işıqlandırarıq. Çox sağ olun, Allah razı olsun. Neçə yaşı var? 7. 7-dir. Gəl biraz özünü danışdın. Necəsən ay Renat? Yaxşı. Neçə yaşın var? 7. 7. Dərsləri necə oxuyursan? Yaxşı. Neçənci sinifsən? 1. 1? Mənim də sinif yoldaşım. Sən də sinif yoldaşısan, gəl bəri. Sənin adın nədir? Muxtar. Ay Muxtar, sən necə oxuyursan? Yaxşı. Yaxşı oxuyun. Yaxşı. Mən birinci yerəm oxumaqda. Maşallah. Sən də eləmi? Toydan çox ciyər axşamını sevirəm, bilirsiniz niyə? Burada hamı özü olur. Yaxınlardır, hamı burada köməyə gəlir. Burada kimlərimiz var? Gəl bir tanış eləyəyin, xoş gördük. Çox sağ olun, siz də xoş gəlmisiniz bizim bu Kəbirli kəndimizə. Mən də Renatın bibisiyəm, əmsin yoldaşıyım. Allah xeyir versin. Lamiyan göz aydın olsun. Pis olmuruq. Düz onu deməklə deyil. Bugün elə bir gündür ki, bir gözümüz gülür, bir gözümüz ağlayır. Amma balacaya görə bugün xeyir işdir burada. Belə daş oluruq, dözümlü oluruq. Bir günlük də olsa bunu eləməliyik. Bəyin nənəsi gəlsin. Xoş gördük. Gözün aydın olsun. Çox sağ olun. Təbrik edirəm Renatı. Gün olsun. İnstitut qonaqlığını verir. İnşallah. Atasının ruhu şad olsun. Böyük toyuna gələk. Tahirin arzunun gözləri aydın olsun. Onun elə bir ki, valideynləri olardı. Həmişə onu onlar əziz saxlayır. Allah da onları əziz eləsin. Tahir kim? Əmisidir, ata deyir, ata əvəzidir. Elə o danışanda elə nənə əvəzi kimidir. Böyük oğlanlardan olsun. Qəhrəman da ruhu şad olsun. Allah rəhmət eləsin, ruhu şad olsun. Bugün bu evdə, yəqin ki, uzun illərdən sonra, yəni həminki dövrdən sonra ilk dəfə toyudur. Evin özü elə bir növrəsini qoyub getmişdi. Əmləri tikdən var. Bugün ilk yığıncaqdı bu qapıda. Onun ruhu şaddır, onun ruhu buradadır bugünkü gündə. Balasının xeyir işidir. Gəlin. Hər vaxtınız xeyir olsun, xoş gördük. Şəhidimizin qardaşı. Siz də yaxın gəlin. Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun. Balamızın da Allah xeyrin versin. Sağ olun, çox sağ olun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah onun o bir balasının kiçik toyundan çox-çox bizə xeyir versin. Gün o gün olsun, böyük toyun eləyək. Siz də gəlin, çəkilişin çəkin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Hamısının ruhu qarşısında baş əyirik. Gəl. Xoş gördük. Xoş gəlmisiniz. Allah şəhidimizə rəhmət eləsin. Ruhu şad olsun. Çox sağ olun, möhtərəm. Xoş gəlmisiniz. Allah köməyiniz olsun. Bu günlərim şəhidimizin övladının kiçik toy məclisidir. Hamımız bura cəm olmuşuq. Allah Taala qismət eləsin, hamılıqca onun böyük toyunda iştirak eləyək. Nə deyim, cəm şəhidlərimizə Allah rəhmət eləsin. Ruhları şad olsun. Sağ olun. Şəhidimizin qardaşı. Xoş gördük. Xoş gəlmisiniz. Bugün bizim üçün çox xoş bir gündür. Biz bu günü çox gözləmişdik. Allah qardaşıma rəhmət eləsin, Allah bütün şəhidlərə rəhmət eləsin. Renat bizim üçün çox əzizdir.
Gene hoş gelmişsiniz bu toy. Mübarek olsun. Sağ olun. Mən bilirəm ki, sizin üçün nə qədər hazırda çətindir danışmaq. Aha, şəhidimizin bacısı. Allah rəhmət eləsin quzum. Allah ölənlərinizə rəhmət eləsin. Çox sağ olun. Siz də xoş gəlmisiniz. Gün olsun. Renatın böyük toyuna gələsiniz inşallah. Renata arzumuz sonsuzdur. Allah atasının adına layiqli övlad olsun. Allah əmlərinin canını sağ eləsin. Heç vaxt əmlərinin onun üstündən əski eləməsin. Gün olsun böyük toyuna gələk. İnşallah sevə-sevə. Siz də xoş gəlmisiniz. Sağlıq olsun. Sizi də xoş gördük. Hoş gördük. Samarada baldızım Humayun həyat yoldaşıdır. Üzürlü səbəblərdən Humay burada yoxdur. Özü burada olmasa da ürəyi buradadır. Təbrik eləyir Humay da. Qızı Günay, ailə üzvləri təbrik eləyir balaca bəyi. Bu da onun yoldaşıdır, Namiq bəy. Humay xanımı da, Günay xanımı da buradan salamlayırıq. Bütün ailə üzvlərini salamlayırıq. Bilirəm ki, ürəyiniz buradadır. Sizi də xoş gördük. Akşamınız xeyir olsun. Bircə xoş gəlmisiniz. Renat bizim əvəz olunmaz bir adamdır. Allah onun kiçik toyudur. Böyük toyunu görməyə bizə qismət eləsin. Əvəz olunmaz insandır. Çünki o bizə şəhid Rzayev qəhrəmanın qoyub getdi əmanətidir. Biz də özümüzə şərəf bilərək, uzun yolu özümüzə boş bilərək Rusiyanın Samara şəhrindən bura gəlmişik. Fəxrimizdir, borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, dövlətimizi qorusun. Biz o şəhidlərin hesabına biz Rusiyada çox tanınmışıq. Bizi çox sevirlər, həddindən artıq. Biz də nə arzulayıram? Renata Allahdan can sağlığı, anasına can sağlığı. Allah Lamiyəni, Renata Lamiyə çox görməsin. Gün olsun Allah'tan bir arzu diləyirik ki, Renatın toyunu görməyə bizə qismət eləsin. Biz canla başına bura gəlməyə hazırıq. Samarada yaşayan bütün kəbirlər adından, başda mobil müəllim olmaqla, qızım Günay həkimin adından, oğlum Qərib həkimin adından, Günay həkimin yoldaşı Zeynal həkimin adından, onun ailəsinin adından göz aydınlığı verirəm. Allah çox-çox xeyir versin. Siz də Allah canınızı sağ eləsin. Zəhmət çək gəlmişsiniz. Biz Rusiya yaşadığımıza baxmayaraq, biz sizin pərəstişkarınızı, sizin verilişə hamısına baxarıq. Hamısına baxarıq və sizi qiymətləndiririk. Bir Qarabağlı balası olaraq mən sizi çox sevirəm. Allah sizə ömür versin. Sizin gördüyünüz bu zəhmət əvəz olunmazdır. Bu şəhid ailələri qarşısında. Bu günə gəlib bu Lamiyəmizi sevindirdiyinizə görə sizə Allahdan uzun ömür can sağlığı. Lamiyə, Allah balanın canını sağ eləsin. Ömrü uzun eləsin. Allah onun sənin gözünə çıraq eləsin. Nənəm. Oldu. Balanın kiçik toyu mübarək olsun. Oldu mu? Özümə hər dəfə söz verirəm şəhid ailəsinə gələndə çalışacağam ki, ağlamayım, amma həqiqətən Xanım olsun, hər verilişdə deyilsiniz onu ki, mənim üçün çətindir. Əlimdə deyil. Beyləqəran Qəhrəmanlar kəndi çəkilmişsiniz. Orada demişsiniz, Allah sizə də səbir versin. Bizim borcumuzdur. Bəli, Allah səbir versin. Bizim borcumuzdur. Gəlib çəkməkdə. O balaca nəinki sizin, o bütün hamımızın, Azərbaycanın, bu dövlətin, bu vətənin fəxri və yadigarıdır. Onlar bizə əmanətdir. Biz də, məsəl üçün, mənim işim budursa, mənim borcum bu iş tərəfdəndir ki, onun borcundan çıxım. İnşallah böyük toyunda. Çox sağ olun. Bundan sonra gözün həmişə belə sevinç göz yaşları axtasan. Həmişə üzün gülsün balandan. Bəli. O qədər balanın gözəl taleyi olsun ki, Bəli. elə atasının ruhu orada şad Bəli, olsun. bəli. Sən də burada elə sevinəsən. Allah Bəli. razı olsun, çox sağ olun. Allah gənə deyirəm, gözü onun çıraq eləsin. Renat bizim ən əziz insanımızdır. O tək sizindir. Bir dənə onu düşün ki, ailə qurub övladı olmayanlar da var. Şəhid Bəli, oldu. bəli, bəli. Subay Bəli, bəli, xanım, bəli. şəhid olanlar da oldu. Amma ən azından sənin yadigarın var, onun yadigarı var. Allah hamısına rəhmət eləsin, ruhları Çox şad sağ olsun. olun. Uşaqlara bax, toyların,
ciyər axşamlarının bəzəyidir uşaqlar. Çünki gələcəyimizdir onlar bizim. Allah hamısını qorusun, Allah bütün balaları qorusun və bütün balalara toy bayram nəsib eləsin, xeyir iş nəsib eləsin inşallah. Gəlin görə kimlər var. Xoş gördük sizi. Hoş gəlmisiniz. Kimlərdənsiz? Mən Qəhrəman dayısı oğluyam. Allah şəhidimizin ruhunu şad eləsin. Bizim kəndimiz Qəhrəman kənddir. Xoş gəlmisiniz. İnşallah gün o gün olsun, böyük toyuna gələsiniz. Ocağı həmişə şən olsun, şənlənsin. Təbrik edirəm. Böyük toyunda yığışsınlar hamısı. Xoş gəlmisiniz bir daha. Sizi də xoş gördük. Əvvəla xoş gəlmisiniz. Gələn qədəmləriniz mübarək olsun. Sevinç bölündükcə ətrafı daha da gözəlləşirsiniz. Sevinçli günlərin şahidi olan gözəl bir aparıcısınız. Allah bu missiyanızı həmişə uğurlu eləsin. O ki qaldı bu elə obiya, Kəbirli, əgər tarixa qısa nəzər salsaq görərik ki, Qarabağ xanlığının təşkilində Kəbirlərin müstəsna rolu olub. Amma bugünə qayıtdıqda, bugün görürük ki, Kəbirli igidləri, Kəbirli oğulları həmişə partiyanın, dövlətin, cəmaatın yanında olublar. İstər 1-ci Qarabağ müharibəsi dövrü olsun, istər bu sonraki 44 günlük müharibə ərəfəsində Kəbirli igidləri belə deyək də könüllü surətlə çox az kənd olar ki, oradan 200 nəfər yaxın igid silaha sarınıb vətənin müdafiəsinə qalsın. Və qısa bir şey deyim ki, bax bu silaha sarınan oğullarımızın 100, səhv eləmirəmsə 4 nəfəri qazi kimi qayıtdılar və onlardan 30 nəfərə yaxın 1-ci, 2-ci Qarabağ müharibəsində şəhid verdi bu cəmaat. Amma yenə də o qürurunu, belə deyək ki, o bədini itirmədi, bəli. Bugünə şükürlər olsun. Bugün elimizdə, obamızda, götürəndə ümumi Azərbaycanımızda toydu, düyündü. Deyər, arzuların Çin olubdu, pöhrələni min olubdu, qüssə qədər gen olubdu, gəlib indi gözəl devrən, gözün aydın Azərbaycan. Qayıdıbdı yayın, yazın, dil açıbdı telli sazın, zəfər çalıb, oğlun, qızın, cuşa gəlir damarda qan, gözün aydın Azərbaycan. Mən bütün Azərbaycanımıza göz aydınlığı verirəm, məni eşidən hər kəsə göz aydınlığı verirəm. Allah bir daha bu qara buludu, bu pis günlər bu elə obiyə göstərməsin. Həmişə görüşəndə və belə gözəl günlərdə görüşək. Bir daha da sizi də gəlişiniz münasibəti ilə təbrik edirəm, xoş gəlmişsiniz. Xoş gördük. Həmişə xeyir işlərdə görüşürük, sağlıq olsun və bugün demək olar ki, burada bir yerdəyik. Şübhəsiz bir yerdə olacaq, bugün də sabahda. Bugün də sabahda. Bugün də sabahda. İnşallah. Oldu. Sizi də xoş gördük. Çox sağ olun xanım, xoş gəlmisiniz. Həmişə sizi belə xoş günlərdə, yaxşı günlərdə görək inşallah. Allah cəmi şəhidlərimizin hamısına rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz bu günü çoxdandan çox səbirsizliklə gözləyirdik. Şükür Allaha ki, bugün o bizə qismət oldu. Allah Qəhrəman balamızın ruhu, atası Bəhmən kişinin, anası Qalya xanımın ruhunu şad eləsin, ruhları şad olsun ki, bugün onların yurdunda Rinat balamızın belə xeyir işlərini görürük. Nə bilim vallahi da. Allah rəhmət eləsin. Bugün xoş gündür. Bugün xeyir işdir və bugün Beyləqanın Kəbirli kəndində balacamız, özü qəhrəman, adı Qəhrəman Rzayevin, yəni şəhid Qəhrəman Rzayevin oğlu Rinatın kiçik toyudur. Mağarlar qurulub. Sabah toydu, bugün ciyər axşamıdır. Bax, 2 dənə böyük bir mağar qurulub. Həm qadın mağarıdır, həm kişi mağarıdır ayrı-ayrılıqda. Mağarın böyründə isə aşbazlarımız var, yemək pişirir. Orada keçəcəyik birazdan. O gün olsun ki, böyük toyuna da gələk. Getdik. Şəhidimizin maması qızıdır, maması gəlinidir. Maması deyəndə ki, yəni bibisi qızı da. Bəli. Burada hə mama. Şərqiyə xanım, Yasəmən xanım, Təranə xanım hamısı qohumlardır. Bütün məclislərimizin poverləridir, aşbazlar. Bəli. Bax, kənd toylarını ona görə sevirəm və kənd toylarının özəlliyi bundan ibarətdir. Həyət toy olanda orada mağar qurulur, mağarın da yanında ocaqda bax belə yeməklərimiz pişir. Hər vaxtınızı hardan keçək? Burdan? Belə. Hoş geldiniz. Baş aşbaz. Can. Xoş gördük hər birinizi. Necəsiz? Çox sağ olun. Can. İndi sizin də yanınıza gələcəm. Xoş gördük hər birinizi. Gözünüz aydın olsun. Hoş gelmişsiniz bu kapıya. Tahir'in, Lamiye'nin, Eldeniz müəllimin, Xatirənin gözləri aydın olsun. Obremilərin gözləri aydın olsun. Qəhrəman, sağ bibin qurban, sənin ruhun şad olsun. Bugün körpə balamız Rinatın kiçik toydu. O gün olsun, onun böyük toyunu Tahir bu qapıda
nənəsi ilə, babası ilə, Lamiyə ilə birlikdə keçsin. Allah bunların nə deyim, belə doyuncan versin. Rinat səni, ana, nena, Tahirə, hamıya doyuncan versin. Hamısını deyirəm, mən bütün əmlərə, dayılara, Natiq ona həm atadır, həm əmidir, həm böyükdür. Tahir də ona Arzu, Allah canını sağ eləsin. Arzu onun nənəsidir. Onun ruhu şad olsun. Bir gün onun balasının kiçik toyudur. Çox sağ olun, əziyyət çək gəlmişsiniz. Sağ olun, var olun. Sizi də xoş gördük. Çox sağ olun. Siz də çox xoş gəlmisiniz. Allah canınızı sağ eləsin ki, bugün əziyyət çəkib gəlmisiniz. Bu kiçik uşağın, bu gözəl balamızın, Rinat balamızın xeyir işinə gəlmisiniz. Minnətdaram sizə. Hamısının, babanın, nənənin, Natiqin, Tahirin, Lamiyənin, bütün burada iştirak edən qohum övladın hamısının gözü aydın olsun. Gün o gün olsun, böyük toyuna yığılaq. Allah ömür versin, biz də o günləri görək. Allah qismət eləsin. Ay Lamiyə, qurban olum sağ. Ruhu şad olsun. Əzizimizin, canımızıdır, gözümüzüdür. O bizim vuran ürəyimizidir. Allah ona rəhmət eləsin. Onun ruhu şad olsun. Baş şəhəri onun ruhu qarşısında. Sizə də çox sağ ol deyirəm. Sağ olun, çox sağ olun. Cəbrisi xanımımızın yanına. Sizi də xoş gördük. Can, necəsiz? Çox sağ olun, yaxşıyıq. Əminəm ki, yaxşısınız. Gözün aydın. Qəhrəman hamımızın əzizimizdir. Renat Allah o qədər doyuncan versin ki, hamımız onun xeyrin bəhrəsini görək. Bu həyatda o qədər uşaqlar olsun, Renat bir budaq olsun, onlar onun başına topalasın. Kölgəsi düşsün həmişə bu qapıya. Qəhrəman qəhrəmandır. Renat onun adına ondan da üstün qəhrəman olsun. Qəhrəman hamımızın, bütün şəhidlər hamımızın əzizidir. Allah hamısının məkanını cənnət eləsin. Sənə bir gün qurban. Gün o gün olsun. Böyük toyuna yığılaq. Böyük toyuna hamımızın əzizimizdir. Mən də şəhərdən gəlmişəm. Bugünkü gün mənim üçün çox əzizdir. Siz də xoş gəlmişsiniz. Allah canınızı sağ eləsin. Allah sizə həmişə xeyir işlərə qismət eləsin. Nə deyim Tay? Yenə deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Həmişə bu elə obiyaq. Xeyir işlərə gələsin. Amin. Çox sağ olun. İnşallah. Həmişə bax belə xeyir iş yeməkləri bişirəsiniz. Bütün şəhidlərimizin qarşısında baş əyirik. Allah hamısına rəhmət eləsin. Onların sayəsində biz buradayıq da. Onların sayəsində bu torpaqlarımız alındı. Bir daha onlara Allah rəhmət eləsin, ruhları şad olsun. Hamısına boşuna dönün. Qızım, cəmi şəhidlərimizə rəhmət eləsin. Dəxləri qəhrəndim, də bilmədim. Qəhrəman başda olmaqla bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəbri nurla da olsun. Sağ olun. Baş aşbaz. Bugün menyuda nələr var? Bu gün nə yeməklər var? Bugün haşlama, Aha. kebab, Aha. sonra tikə kebab, Aha. Əsasını gözləyirəm. Haşlama. Ciyər axşamında nə olur? ciyər axşamda ciyər. Ciyər qovurması olur. Ciyər qovurması. Biz haşlama Bu dəfə eləmişik. Biz yoxdur. haşlama Bilən ciyər axşamı dönər oldu bizdə. Bizdə 3 gündür ki, burada ciyər axşamıdır. Deməli, hə, əziz tamaşaçılar, bir oradan aydınlıq gətirim. Sabah toydu, bugün ciyər axşamıdır. Amma burada, bu evdə 3 gündür ard-arda ciyər axşamı. Yəqin ciyər axşamını dünənə salmısınız. Ciyəri dünənə salmısınız. Bəli, Demək bəli. olar ki, burada toydu, sabah da restorandadır toy. 2 gün toy eləyir. 3 gündür ki, burada toydu, 3 gündür. Ciyər axşamı dönər oldu. Dünən, Toydu. hə. Bu toydu. Bugün 3, sabah 4. Bəli, bəli. 4 gün, 4 gecə, hələ bəlkə davamı da gəldi. Bu evdə toy olacaq, hə, davamı da var. İnşallah, tək həmişə xeyir işlər olsun. Bir dənə ki, quzu gedib, 5 dənə ciyər gedib, sonra quzu ciyarı, bir dənə dana ciyarı gedib, dünən hamısı gedib. Maşallah. Hə, özü. Beylə deyir, hara əti, beyrağan əti. Ən ləzzətli, ən dadlı, təbii ki, bəli, bəli, məkanına gəlmişik. Gəl yeməklərimizə baxaq. Bu bizim xaşlama. Bəli, bəli. Buna açıq-açıq çəksin. Buna kəlafır da deyirlər. Bax, burada xaşlamadır. Buna kəlafır da deyirlər. Burada isə nədir? Bu da xaşlamadır. Ay maşallah. Bərəkətli olsun. Xeyir iş yeməkləri həmişə bişirəsiniz. Əziz dostlar, tamaşaçılar, göz haqqınızı halal eləyin. Burada nədir?
Hə, bu da xaçlamadır. Deməli, bugün cəyər axşamında bizdə xaçlamadır, bir də kebablardır. Əla. Kebabın da ki, maşallah tüstüsü el aləmi bürüyüb. Gəlin, gəlin, gəlin. Hər bölgənin özünün adəti var. O adəti eşitmişəm. Burada da adət var. Burada da adət var. Qazanaşlı olacaq. Qazanı isə, qazanaşlını bəyimizin anası Lamiyə xanım eləyəcək. Gəl. Əli dolu gəlir maşallah. Bax, qazanaşlı əslində belə olur. Şirnisi ilə gəlirsən. Həm pulu, həm şirniyyatı. Buyur. Bu da bizim qazanaşlımızdır. Bundan sonra isə qonaqlara, süfrələrə yeməklərimiz təqdim oluna biləcək. Oynayacam aradım. Elə ən gözəli burada oynamaq deyə. Bax belə dostlar, qazanaşlını da elədik. Cibinizə bərəkət. İndi isə gedirik. Yeməklə yanaşı bizim kebablarımız da var. Kebabçını çəkməliyik. Küsər sonra. Gəl. Ay maşallah. Beyləqan quzusu ilə xariqələr yaradırsınız maşallah. Yorulmayasınız. Hoş gəlmisiniz. Çox mübarək. Böyük oyuna gələk. Allah ömür versin. Amin. Qohumsuz, qonşusuz, yoxsa bir ellisiniz? Yerli. Hansı kənddən gəlibsiz? Yerə buradan öz kəndimiz, öz kəndimiz. Bəli, buralı. Bəli, bəli. Həmişə xeyriş kebabları bişirəsiz bəhbəhlə. Allah köməyiniz olsun. Bugün nələr var? Menuda quzu kebabıdır, bir də çorba kebabı. Beyləqana gəldinsə, mütləqdir. Bəli, quzu yeməlisən. Beyləqana gəlib quzu yeməyən, valla mən belə yaxşı baxmıram. Gəl. Sizi də xoş gördük. Sağ ol, hoş gəlmisiniz. Sizi də xoş gördük. Hoş gəlmisiniz. Yorulmayasınız. Həmişə belə Sağ ol. iş başında. Sağ ol, Allah köməyiniz olsun. Sağ olasınız. Göz aydınlığı. Bəli, bu günlərin bu qəhrəmanın Allah rəhmət eləsin, şəhiddir. Onun oğlunun kiçik toyudur. Mən də onu təbrik edirəm. Böyük oğlanlardan olsun, böyük toyunda da iştirak edək. İnşallah. Sağ ol. Kəbirli toylarında sizsiz, eləmi? Bəli, bəli. Onda hər kəbirli toylarında sizdən görüşəcəyik. İnşallah. Yorulmayasınız atam. Həmişə xeyriş yeməkləri bişirəsiz. Gedirik mağara. Qonaqlar gəlir ha, xeyla. Getdik içəri. Gəl getdik mağara. Gəl, getdik. Bu da bizim mağar. Keç. Oynamaq çək. Bilirsiniz ki 2020-ci ildən etibarən bütün şənliklərimizdə təntənə ilə qeyd etdiyimiz bir xatırlatmamız var ki, inşallah bugün onu bu məclisdə uğurla, təntənə ilə sevinclə yerinə yetirərik. Sübut etdilər ki, Qarabağ Azərbaycandır.
Bugün də qonaqlarımız çoxdur. Eyni zamanda müəllim kollektivimiz də var. Xoş gördük hər birinizi. Çox sağ olun, xoş gəlmisiniz siz də. Bugün bizim için çox əziz günlərdən biridir. Məlumunuz olduğu kimi şəhidimizin övladının kiçik toy məclisidir. Öz yurdunda, öz evində. Şəhidlərimizi Allah rəhmət diləsin, Allahdan rəhmət diləyirik. 31 şəhidi var bu kəndin. Onun 17'si 44 gündə olub, yəni 2-ci Qarabağda. Ən çox şəhid verən kənddir, Kəbirli kəndi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bu uşağı xoşbəxt eləsin. Atasının da ruhu şad olsun ki, o bugün həm dövlət tərəfindən, həm də kənd əhalisi tərəfindən o həmişə qorunacaqdır. Həmişə də gözümüzün üstündə yer olacaqdır. Allah mübarək eləsin. Xoş gəlmişsiniz siz də bizim kəndə. Bütün şəhidlərin hamısına Allah Teala rəhmət eləsin. Şəhidlər bizim baş ucalığımızdır. Bugün də şəhidimizin övladının kiçik toy məclisidir. Allah Teala elə etsin ki, gələcək Allah qoysa böyük toyunda da iştirak edəsiniz. Allah mübarək eləsin, Allah xoşbəxt eləsin. Mən də bütün təbriklərə qoşuluram. Bugün bildiyimiz kimi şəhid Qəhrəman Rızayevin övladı Renat balanın kiçik toy məclisidir. Hamı kimi hərənin ürəyində bir arzu var. Mən də bütün arzulara qoşularaq o balaca körpəyə arzuların arzusunu arzu edirəm. Allah xoşbəxt eləsin, gün o gün olsun böyük toyunda bundan da böyük məzədə olsun. Renat balanın bugün kiçik toyudur. Kiçik toy mübarək olsun. Gün o gün olsun, böyük toy olsun. İnşallah Allah qəhrəman qardaşımın ruhunu şad eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun.
həmişə səni bu kəbirliyə qismət eləsin. Bu kəbirli kəndində. Bura qəhrəmanlar kəndidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah sizə də kömək olsun. Allah hamınızın gələn ayaqlarınız var olsun. Bura gələnlər də hamısı xoş gəlib, yesin, içsin, şənlənsin. Allah qəhrəmana da rəhmət eləsin. Amin. Hə, sən də çox sağ ol, kəbirliyə xoş gəlmisən. Xoş gördük. Səni izləyirəm. Qəşəng yaparsan məclisi. Sağ ol. Sağ ol. Xoş gördük anam sizi. Şəhidimizin böyük bacısıdır. Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun və gözün aydın olsun. Sağ olun, xoş gəlmisiniz birinci növbədə. Bütün bu qonaqlara xoş gəldin deyirəm. Bugünkü günü bizim sevincimizin həddi hüdudu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, döyüşən ordumuzun Allah canını sağ eləsin. Bu günlərin bizim sevincimizin həddi hüdudu yoxdur. Bizim şəhidimizin balasının xeyir işidir. Allah bizim şəhidimizin balasına, xanımına elə xoş günlər qismət eləsin ki, görmədiyi, qəhrəmandan görmədiyi xoş günləri Allah balasından ona qismət eləsin. Biz də baxaq, sevinək. Xoş gəlmişsiniz hamınız. Allah xeyir versin. Gün o gün olsun. Allah ömür versə, böyük toyuna yığışaq. Allah anasına, əmilərinə qismət eləsin. Bütün bu qonaqları hamısını böyük toyunda da görməyi arzu eləyirəm. Xoş gəlmisiniz. Xoş gördük. Sağ ol, çok sağ ol. Asel kızım. Canın cennete. Her şembe, pazar günleri ben Space'ten bana verilişini izleyirim. Canım. Sağ ol. Lamiye benim baldızımın gelinidir. Qəhrəman benim, qəhrəmanın dayısının yoldaşı. O sanki benim baldızımın oğlu değildi, öz oğlumuydu. Allah ona rəhmət eləsin. Bugünkü gün bir yüzümüz ağlayır, bir gözümüz gülür. Allah qəhrəmana rəhmət eləsin. Qəhrəmanın timsalında bütün şəhidlərimizin hamısına Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı. Devlətimizə, xalqımıza əmin-amanlıq sülh arzulayıram. Gün o gün olsun Lamiye bizim üçün gəlindir. Lamiye bizim üçün bizim nigarımızdır, həcərimizdir. Hamımız çox sevirik. Onun yeri bizim ürəyimizdədir. Onun qəhrəmandan görmədiyi xoş günlərin hamısını bu təzə məhəlləsində, təzə evində Renatla birlikdə qismət eləsin, görsünlər. Renata da canım qurban. Gün o gün olsun, bax belə xalqına, dövlətinə, layıqlı, bütün qohum övladının hamısına, layıqlı anasına, yaxşı evlad olsun. Qaldı da ki, Tahir qəhrəmanın qardaşıdır. Qardaş demək olmaz, atadır. Lamiye üçün də, Renat üçün də. Həmişə Lamiye ilə Renata o şükür eləyir. Onu verənə şükür. Allah Xudavənd alim hamısının canı sağ eləsin. Mən Lamiye'nin özünə göz aydınlıq verirəm. Mən Tahir Atiyə göz aydınlıq verirəm. Həm Renatın əmsidir, həm də ata payıdır, həm baba payıdır. Mən Natiq həkimə göz aydınlığı verirəm. Mən Cabir əmiyə. Mən Təranəm əmiyə göz aydınlığı verirəm. Mən hamısına bu qohum əqrəbənin gözünüz aydın olsun deyirəm. Bugünkü günə min şükür. Nə deyim, nə eləyim, qadan alım. Xalqımıza Allah Taala Xudavənd alim həmişə yaxşı gün göstərsin. Yaxşı gündə görüşək qızım. Biraz nasızım eləyə bilmirəm, amma
bilmirəm nə deyim ki, Nə yaxşı olsun. nasılsın belə qəşəng danışırlar. Evet, Maşallah, canım, maşallah. Allah canınızı sağ Maşallah eləsin. günün olsun. Sağ olun. Sağ ol canım. Siz de sağ hoş ol. gelmişsiniz. Hoş gördük. He, size həmişə teşekkür edirik. Sağ olun. İştilandırırsınız. Sağ olun. Qatan. Can. Həmişə belə mehriban olun, həmişə belə əziz Sağ ol, olun. qatan. Sizi də xoş gördük. Sağ ol, qazanalım. Bu günlərim şəhid qəhrəmanın körpə balasının xeyir işidir. Allah çox mübarək eləsin. Gün o gün olsun, qoxu, mühlat hamısı onun böyük toyuna yığılsın. Allah əmlərinə dəyməsin, Tahirə dəyməsin. Yekə oğlanlardan olsun. Allah şəhidlərimizin də hamısına rəhmət eləsin. Başa hərdən, nə deyim? Həmişə xoş günlərdə görüşək, xeyir işlərdə görüşək. Gün o gün böyük oğlanlardan olsun, sayılan seçilən oğlanlardan olsun. Onu verənə şükür. Atasının Fəxrimizdir, torpağı başımızın Allah tacıdır. ona ömür versin. Təraniyə dəyməsin. Ondan sonra Tahirə, Sağ ol. Natiq həkimə, hamısının Allah canı salamat eləsin. O uşağın böyük toylarını eləsinlər. Gün o gün olsun böyük toyuna yığışaq. Kimlərdəsiniz? Mən Renatın Birisi qızı. Hə, gözün aydın olsun. Xeyir işlərdə. Çox sağ olun ki, siz bugün əziyyət çəkib gəlmisiniz Renatın kiçik toyunu işıqlandırmağa. Mən də Renata nə bilim bir bacı kimi ürəyimdə ən xoş arzularımı diləyirəm Renata. O arzular sözlərə, sətirlərə sığmayan böyük arzulardır. Renatın atasının ruhu bugün şad olsun. Mən inanıram ki, onun ruhu bugün bizimlədir. Nə bilim qələbəmizin nuru o övladlardadır, o əmanətlərdədir. Hamısı bizim üçün əzizdir, eləcə də Renat. İnşallah böyük toyuna yığışarıq. Çox sağ olun. Sizi də xoş gördük. Xoş gəlmisiniz. Mən də Lamiyə göz aydınlığı verirəm. Gün o gün olsun inşallah böyük toyuna yığışarıq. Xoş gördük. Sağ ol. Kimlərdənsiz? İzrail mən boşanam oğlum, şəhidin atası. Hə. Allah Renatın canını sağ eləsin. Allah ona uzun ömür versin. Hər tərəfdə göz aydınlığı veririm. Sağ olun, var olun. Çox da xoş gəlmisiniz. Xoş günlərdə. Siz de hoş gelmişsiniz bizim bu Beyləqan torpağına. Gün o gün olsun böyük toyun görək. İnşallah. Daha kimi təbrik eləyirəm balamı. Yanına sözleri çal 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 çal.
qəhrəman kimi oğlan idi. Qəhrəman hamımızdan gedibdi. Qəhrəman kimi oğlanlar bəlkə də dünyaya tək gələr. Allah Xudabənd aləm qəni bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu da onun balasını, ailəsini, qardaşların qorusun. Hamısının da ruhları şadınız. Çox sağ olun, xoş gəlmisiniz. Ona görə boş yerə deyilmir ki, deyir bizim şəhidlərimiz, ümumiyyətcə şəhidlər Allahın xüsusi sevimli və seçilmiş insanlarıdır ki, hər adam da şəhid olmur. Hoş gördük sizi. Sağ ol. Bugün kiçik toydu. Gün o gün olsun, böyük toy olsun. İnşallah. Gün o gün olsun, böyük toy olsun. Allah canını sağ eləsin, atasına da Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Qəhrəman yaxşı oğlandır. Allah rəhmət eləsin. Nə deyim? Gün o gün olsun ki, böyük toyuna gerek. Allah xeyir versin. Atasına da Allah rəhmət eləsin. Qəhrəman benim qaynəmin qardaşı oldu. Allah onu ruhu şad olsun. Allah balasına değmesin. O gün olsun böyük oynayacaq. İnşallah. Lamiyə də canım qurbanın qəhrəmanı yerin cənnət olsun. Allah onun balasına can sağlığı versin. Bugün Renat'ın kiçik məclisidir. Gün o gün olsun bütün qohumlar, qonaqlar hamısı böyük toyuna yığışsınlar. Allah Tahirin, Arzunun, Lamiyənin, Natiqin ömrünü uzun eləsin, can sağlığı versin. Onun bax belə böyük toyunda eləsin. İnşallah. Allah nəsib. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilərə can sağlığı versin. Qəhrəmanın da ruhu şad olsun. Gün o gün olsun, böyük toyuna yığılışaq. Mən də qəhrəmanın böyük gəliniyəm bu evin. Qəhrəmanı mən öz qucağımda böyütmüşəm, öz balam təki böyütmüşəm. Bugün balamın balasının sünnət toyudur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Balamın məkanı cənnət olsun, ruhu şad olsun. Şaddır, bilirəm. Bugün balasının əziz günüdür. Onun ən böyük arzusu olub ki, bu qapıda, bu həyatda Renat'ı toy eləsin. Çox şükür, əlhəmdülillah. Böyüdü, boya başa çatdı. Allah Tahirə
uzun ömür versin. Lamiyə səbir versin. Allah Lamiyənin atasına, anasına can sağlığı versin ki, belə gözəl, belə ləyaqlı bir qız böyüdüb, başa çatdırıblar. Mən çox şadam yenə də. Bugün mənim balamın balasının sünnət toy məclisidir. Allah bütün valideynlərə nəsib eləsin. Nəvə toyu, nəvə sünnəti görmək. Mən də bir nənə qədəki çox sevinirəm. Siz də xoş gəlmisiniz. Biraz kədərlənirəm deyin, danışa bilmirəm yenə də. Bəli, çox sağ olun. Sağ olun. Minnətdarım. Xeyir işlərdə. Sağ olun, çox sağ olun. Sevgi dolu güzel dünyada benim kadar hiç kişi hiçken gülümseri sevebilmem. Benim kadar hiç kişi hiçken gülümseri sevebilmem. Hakiki sen çiçeklerimi açar gülçek eteklerimi. Ey mavi gözüm deniz gibi gözlerim benim kadar hiç kişi hiçken gülümseri sevebilmem. Benim kadar hiç kişi hiçken gülümseri sevebilmem. Şəhid ailəsində bugün biz xeyir işdəyik. Şəhidimiz Rzayev qəhrəmanın balaca övladı xeyir işidir. Şəhid ailəsində xeyir işdə isə təbii ki, şəhid valideynləri də burada iştirak edir. İstəyirəm ki, onlardan da bir xeyir dua alım. Xoş gördük hər birinizi. Çox sağ olun. Siz də xoş gəlmisiniz bizim bu Kəbirli kəndinə. Mən Yusifli Böyüyağanın anası Yusubova Ülviyə. Allah cəm şəhidlərimizin yerin cənnət eləsin, məqamını ucu eləsin. Renat balamızın da bu toyu çox xeyirli, uğurlu olsun. İnşallah anası onun böyük toyunu görsün, baxıb fəxr eləsin. Şəhid Mahirin anasıyam. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, yerləri nurla dolsun. Qazilərimizə can sağlığı, uzun ömür arzulayıram. Allah bu işdən də xeyir versin, çox mübarəkdir. Allah bu işdən çox xeyir versin. Gün o gün olsun, böyük toy olsun, böyük toyuna yığılsın. Çox sağ olun. Mən də İstanbul Velur'un anasıyam. Allah xeyir versin, böyük oğlan olsun, gün o gün olsun, toyuna yığışaq. Allah şəhidlərimizə də rəhmət eləsin. Mən Şamilin familinin anasıyam. Allah bunların bu işindən xeyir versin, böyük toyuna yığışaq. Allah bütün şəhidlərimizin hamısına da rəhmət eləsin, məqamları ucu olsun. Allah bütün şəhidlərin analarına səbir versin. Mən də şəhid anaların anasıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Mən Həsən Pərvizin anasıyam. Allah ölənlərin hamısına rəhmət eləsin. Nə bilim, Allah xeyir versin, Allah xoşbəxt eləsin. Çox xoş gəlmisiniz Beyləqan rayonunun Kəbiri kəndinə. Şəhidlər yurdudur bura. Burada oğlanlar canını, öz şirin canını verib torpaqların hamısını aldılar. Bu da körpə, qəhrəmanın körpə balasının sünnət toyudur. Allah gələcəyin versin. Gün o gün olsun ki, toyuna gələsiniz. İnşallah. Hə. Sağlıq olsun. Qoy səni də bir öpüm. Can. Boşuna dönərəm. Bütün verilişlərinizi izləyirik. Çox sağ olun. Baxan gözləriniz var. Hə, çox sağ olun. Xoş gördük. Çox sağ olun. Mən Şəhid Həsənov Şamilin həyat yoldaşıyam. Lamiyə bacımın göz aydın olsun. Təbrik eləyirəm. İnşallah böyük toyuna gələk. İnşallah. Xoş gördük. Xoş gördük. Xoş gəlmisiniz. Şəhid Əliyev Araz Aydınoğlu'nun həyat yoldaşıyam. Lamiyə bacımızı təbrik eləyirəm. Göz aydın olsun, yaxınların, əzizlərin gün o gün olsun bu qapıya xeyir işə, toyuna gələk. Ali məktəbə girsin, onun yığıncağına gələk. Çox mübarək. Xoş gördük. Xoş gəlmisiniz. Əsədov Salihin həyat yoldaşı Əsədov Aytən. Xoş gəlmisiniz. Gün o gün olsun, böyük toyuna yığışaq, xoş günlərinə yığışaq. Xoş gəlmisiniz. Mən də Əliyeva Ülviyə, Şəhid Əliyev Mahirin həyat yoldaşıyam. Təbrik edirəm. Böyük oğlan olsun. İnşallah böyük toyuna yığışaq. İnşallah. Çox mübarək. Bugün məni tək qoymadığınız üçün hamınıza təşəkkürümü bildirirəm. Biz bir ailəyik, bizi bir ailə eləyən oğlanlar var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bugün siz şəhidin evinə gəlmisiniz. Şəhidin əmanətinin, yadigarının kiçik toyuna gəlmisiniz.
Xoş gəlmisiniz hamınız bir daha. Xoş gördük. Çok sağ olun, hoş gelmişsiniz. Allah bu büyük toy görək. Allah rəhmət eləsin şəhidlərimizə, şəhid uşağı. Bir gün o kiçik toy məclisidir. Gün o gün olsun böyük toyuna gələk. İnşallah. Çox sağ olun, siz də gəlmişsiniz. Şəhid övladıdır. Allah Teala ona uzun ömür, can sağlığı, əmlərinə uzun ömür, can sağlığı versin Allah. Gün o gün olsun. Renat'ın böyük toyuna yığışaq. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də şəfa versin. Tarih gözün aydın olsun. Arz eləyirəm böyük toyun eləsin. Allah anasına bizlərə səbir versin. Anasının arxasıdır, dayağıdır çox şükür. Bir elə nəvədə mənim var, elə bundan bir yaş şəhid evladıdır. Allah saxlasın. Allah hamısı saxlasın, hamısı. Toy eləmisiniz, toy olub. Sünnət toy olub. İnşallah o gün olsun ki böyük toyuna. İnşallah, inşallah. Çox sağ olun. Çox sağ olun. İnşallah Allah bütün ballarını. Allah mübarək eləsin. Əmlərinin, sənin nafiqəsinin gözü aydın olsun, anasının gözü aydın olsun, xalaların, bibilərin, hər birinin gözü aydın olsun. Allah çox mübarək eləsin. İnşallah. Böyük toyun görə inşallah. İnşallah. Mən də şəhid qardaş olaraq bütün şəhid analarının, şəhid atalarının hamısına öz təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm ki, bugün bizi tək qoymadılar, hamısı gəliblər. Mən əminəm ki, şəhidlərimizin hamısının ruhu şaddır, ona görə ki, onların qardaşının balasının kiçik toyudur və onların bütün valideynləri hamısı burada iştirak edir. Allah sizi var eləsin. Gələn ayaqlarınız var olsun. Öpürəm hamınızı. Çox sağ olun. Bu günlərim qəhrəman yadigarından kiçik toydu. Gün o gün olsun böyük toyuna yığılışaq. Tahir qardaşım, Natiq qardaşım ona arxa dayaq olsun. Həmişə arxasındadılar onlar, onsuz da bilirik ki. Yenə deyirəm, onların arxa dayağıdır. Bir söz deyəcəm, mən bax bura gələndən siz iki qardaşın, şəhid qardaşlarının adı dillərdən düşmür. Həqiqətən siz qayın deyizdə qardaş olmusunuz. Bunu o dillə demirsən, onu hamı deyir. Vallahi var olun, çox sağ olun. Görünən kəndə nə bələdçi? Görünən kəndə nə bələdçi? İnşallah ki, xeyir işləri təki bundan sonra görüşək. Amin. Xoş gördük. Sağ ol. Sən də təbrik. Təbrik edirəm. Təbrik edirəm. Allah saxlasın. Xoş gördük. Xoş gördük. Xoş gəlmisiniz Kəbir elinə. Kəbiri qəhrəman Kəbiridir. Yəni bu Azərbaycanda tanınmış, adla deyilən bir kənddir. Mən kəndin bir icra nümayəndəsi kimi sizin gəlişinizə çox sevinirəm. Xoş gəlmisiniz. Bugünkü toy tək bu kəndin yox, Azərbaycanın toyudur. Azərbaycanın şad günüdür. Şəhid övladı tək Tahirin, Zabir həkimin, Kəbir elinin deyil, Azərbaycanın övladıdır. Renat balamızın atası, Allah rəhmət eləsin, gözəl bir qardaşımız idi, kiçiyimiz idi. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bütün şəhid övladlarının arxası dayağı Azərbaycan xalqıdır. Belə bir gün bütün şəhid övladlarının hamısına qismət olsun. Mübarəklik diləyirəm. Allah mübarək eləsin bu gözəl işi.